Hoş geldiniz. Bizimle sen başladın. Neler olacak? Ne baş verecek? Dünən məsafəniz biraz aralıydı. Bugün biraz yaxınlaşmışsınız. Bilmirəm nə baş verir. Yəni söhbət ondan gedir ki, baskı olmasın ha, biz tərəfdən bir şey olmasın. Yəni içinizdən nətər gəlirsə elə olmalını mən istəyirəm və ekspertlərimizi də salamlayıram. Xoş gəlmisiniz. Əməkdar İncəsənət xadimi, kulturologiya elmləri doktor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Eldar Xəlilov, xoş gəldiniz. Bloger Sevinç Hüseynova, xoş gəldiniz. Ayda Süphan, klinik psixologumuz, təşəkkür edirəm, xoş gəldiniz. Dünən, Səmər xanım, dünən necə getdiniz? Nələr oldu? Kimlər zəh vurdu? Nələr deyirlər? Nə danışırlar? Bacılar, qohumlar, əqrabalar, nə söyləyirlər ümumiyyətlə? Maraqlıdır. Vallahi hamısı da maraqlanırlar, çox adam maraqlanır. Nə deyirlər məsələn? Hamı da deyir ki, həqiqətən də sən düz hərəkət elədin. Yəni onların boşanmağına qarışmadın orada, bir söz demədin. Dedim ki, yəni boşanmağa qarışmırsan, ona görə rahatsan ki, artıq boşanırlar, yoxsa həqiqətən qarışmırsan? Valla gənə özləri bilir. Biri var ki, əminsən ki, boşanırlar onsuz da. Valla gənə öz fikirləridir. Əlbəttə, hər bir ana istəyər ki, balası xoşbəxt olsun. Hansı ana öz uşağından üstündən xət çəkir? Heç kim. Bu yer necəndə mübarizələr apardım, şeylədim. Yenə öz məsləhətlərinə qoydum, boşansınlar. Çünki Pərvin də mərd adamdır. Həqiqətən mərd adamdır. Hər kəsənin özünə görə mərdliyi də var, özünə görə cəsarəti də var. Mən ona heç vaxt heç nə deyə bilmərəm. Heç vaxt heç nə deməmişəm ki, boşanmayın. Pərvinin mərdliyini nədə görürsən? Görürsünüz ki, dünənləri dedi ki, yəni özlərinin arasında davasız, şavasız, bir-birinə valla boşananlar görmüşük də, neçə adamda görmüşük ki, daha qalmazın sözlərini deyirlər bir-birinə. Yəni gəldilər, sakit-sakit, oturdular, dedi ki, valla mənimki onu ilə tutmur. Yəni özlərini sərbəst şeylədilər. Sərbər xanım boşanmayıblar ha hələ? Yox, demirəm mən boşanıblar, yox. Yəni bu sözü özləri dedilər. Anidən fikir dəyişikliyi də ola bilər. Olsun, mən ona qarışmaram, yəni mən şey eləmərəm. Yəni bir-birinə, bilsən, bir var, elə bir hərəkətlər eləyirlər ki, ömür billah bir-birini görəndə deyir, bu tindən o gedir, o birisi tindən o gedir. Bir də var ki, sabahları yenə bir-birini görəcək, danışacaq, salam mələkət eləyəcək. Yəni ki, mən də ömür boyu, yəni Pərvin məni ana kimi hesab eləməsə də, yenə dar günündə yanındayam. Bir zəngə, baxmaram ki, oğlumdan boşanıb. Yəni bir zəngə, mən onun yanındayım. İndi olar mı bir şey söyleyeyim? Niyə boşanmadan qabaq bir zəngə sən Pərvinin yanında ola bilmədin? Həmişə olmuşam. Bəs o cürünə haqq hesablardan sonra bağrıma basıb öpmüşəm səni. Mikrofona. Bəli, biz qapısına getdik, üzr istədik. Nə dedim sənə? İtələdim səni. Yox, qucaqladım, bağrıma bastım. Bəli. Əslində Səmər xanım ona görə rahatdır ki, çünki artıq hiss eləyir ki, boşanırlar. Əslində hiss eləyir ki, bəli, Pərvin xanım onun istədiyini eləyir. Çünki niyə görə? Çünki bu ailənin perspektivini görmürdü. Bəlli səbəbləri təbii ki, özü daha yaxşı bilir. Yəni dünya görmüş xanımdır və niyə görə bugünkü gün deyir ki, Pərvin xanım görürsüz sözün üstündə durur? Çünki Pərvin xanım bir zat indi hal-hazırda Səmər xanımı bəlkə nə vaxtsa istədiyini, bəlkə də indi istədiyini həyata keçirdir ona görə. Çox təbiidir. Çünki onları mən bir yerdə görmürəm. Axşamınız xeyir olsun. Siz əvvəldən də görməmisiniz. Pərvin xanımın bura gəlişi Zahir müəllimin bileti əsasında olubdur. Bu bilet elə belə alınmayıbdır. Təbii ki, bileti alanda fikirləşib ki, Zahir müəllim dəvət eləyib bura ki, bunlar qarşılıqlı hörmət naminə barışsınlar və yaxud da barışdırsın. Ona görə də əgər qarşılıqlı hörmət varsa, bunların barışmağına dəyər. Yox əgər qarşılıqlı hörmət yoxdursa, bir-birlərinə qarşı inam yoxdursa, təbii ki, bunlar bir yerdə yaşamağa qeyri-mümkündür. Ona görə də biz bunları nəzərə almalıyıq. İndi bir dənə də Pərvindən mən
yəni o deyirlər ki, efirdə yəni buna xahiş eləyir. Pərvin bir balam kimi. Bax görürsən ki, mən demişəm, dediyimin də həmişə üstündə dayanmışam. Sənin bir zəngin mənə bəsdir ki, demə mama, demə xala. Bir dənə deyinə ki, mənə bu işdə mənə köməkdir. Qaça-qaça gələrəm. Vallahi gələrəm. Mən qabağımı heç bir vaxtda heç kim də kəsə bilmir. Yəni mən gələrəm. Canım, əgər başına dönüm, qadava alım. Əgər boşanırsınızsa, elə eləyin ki, təmiz hər şeydən boşanın. Hər barədə. Və narazıçılıq, neysə bir şey qalsın. Bir ana kimi səndən xahiş edirəm. Təmiz hər şeydən boşanın nə deməkdir? Yəni ki, özünüz də bilirsiniz də, bir dənə uşaq adı var. Sabahları istəmirəm, o uşağa da ziyan deysin, Pərvinə də deysin. Üçüncü deyirəm ki, mənim oğluma da deysin. O söz-söhbət. Yəni, nə deməkdir bu? Uşağın adını balamsan. Ata familiyasından, ata adından qurban olma Allaha. Bəlkə elə sənə bir qismət olacaq ki, o, nə bilim valla, o atası ilə çox fəxr eləyəcək. Balamsan. O bizim Əkbərlə aramızda olan bir şeydir. Yəni biz onu özümüz danışacağıq. Ay. Bilmirəm hələ sonu necə olacaq bu işin. Onu özümüz danışıb özümüz həll eləyəcəyik. Bilirəm ki, sən eləyərsən. Əkbər, mənim də Sən sənə bir eləyərsən. kəlmə sözüm var. Yəni Sənubər xanım, mən belə başa düşdüm ki, Faiq istəyir Sən də ki... istəsən, o uşağı da götürüb gəlirsən mənim yanıma. Mənim uşağımın nənəsi var yəni. Sözsüz. Əkbər, Yəni mən belə başa düşdüm ki, Sənubər xanım istəyir ki, atalıq qrafasından Əkbərin adı silinsin. Qoy təmiz olsun da. Sabahları O Əkbər deyir. Amma artıq sən bizim Öbər məsələmiz xanım, müəllim. O Əkbərlə mənim məsələmdir. Hələ bilmirik bu işin sonu hara gedir. Biz ayrılacağıq və yaxud da tam ayrılmayacağıq. Yəni bu işin sonu bəlli deyil hələ ki. Hələ ki tam evliyik yəni. Onun Əkbərlə yəni biz bilən məsləhətdir. Əkbər, mənim sənə sözüm var. Ata günəş, ana aydır. Ata dərya, ana çaydır. Onlar Allah verən paydır. Ona görə də qədir qiymət bilən olsun. Bir-birinizin qədrini bilin. Bir-birinizə qarşı hörmət. Sizə təvəqqə eləyirəm, barışın. Barışmaq çox gözəl bir şeydir. Sonra peşmançılıq fayda verməz. Amma bir şey də var, Qurban, bəlkə də razılaşmayacaqsınız mənim fikrimlə, amma mən həqiqətən də o xeyir-duanın gücünə çox inanan insanlardanam. Burada da valideynin xeyir-duası yoxdur. O, hal-hazırda çox gözəl bir taktika seçib özünə bu arada. İnciminə sözümlə mənim kənardan gördüyüm budur. Düşmənçilik olmadan, mehribancasına istəyir ki, Pərvini elə bir yönə çəksin ki, yəni bax, elə cümlələr qurur ki, ona yox demək mümkün deyil də. Vallahi tələ Amma dör. Pərvin də ağıllı qızdır. Valla tələ dör. Mən dünən də bu sözü dedim ki, Pərvin tutduğunu qoparan, heç kimi də vecinə almayan bir tip insanlardandır. Yəni çox gözəl də cavab verdi sizə. Hələ bəlli deyil. Yəni sevinməyin. Sevinç xanım. Çünki Sevinmək onun nə yox. olacaq? O sağ göstərib sol vura bilər. Sevinç Bax o xanım, elə qızdır. Baxın, Sənubər xanım Səhv deyirəm, deyin ki, səhv deyirsən. Baxın, Sənubər xanım dünya görmüş xanımdır. O situasiyanı baxır, analiz eləyir. Təbii ki, hansı taktika seçəcəyini çox net bilir ki, niyə görə bilir? Çünki Əkbərdən əmin deyil. Bax Sənubər xanım, mən düz başa düşün. Tutalım ki, Pərvin boşanacaq və çıxıb gedəcək. Amma mən sizə bunu bir psixoloq kimi deyirəm, tam səmimi də deyirəm. Əkbərin problemlərinin kökü Pərvin deyil. Siz bunu sonrakı hadisələrdə o qədər yaxşı başa düşəcəksiniz ki, mən bunu buradan demək istəyirəm və hətta indiki situasiyada belə. Mən bilirsiniz niyə çox təsirləndim? 40-a yaxın yaşı var, belə başa düşürəm də, eləmi? 36. 36 yaşı var adamın. Bir neçə ildən sonra 40 olacaq. Amma indi belə onun adının, soyadının hansı uşağa veriləcəyi və verilməyəcəyi qərarını, tələbini siz tərəfdən verirsiniz. Düzdür, ana kimi hörmət eləyirəm fikirlərinizə, dəyərləndirirəm. Amma mənə maraqlıdır ki, Pərvin Pərvin özü aydındır. Pərvin
mən belə başa düşdüm ki, Sənubər xanım ehtiyat eləyir ki, ehtiyat eləyir deyəndə istəmir ki, o uşağın adında Əkbərin soyadı və atalığı olsun. Belə deyirsən də? Amma səbəb Əgər boşanırlarsa, yenə deyir, amma demirəm indi gediblər boşanmağa, ya yox. O hamısını həyat göstərəcək gəlir. Yəni ki, elə bir şey olunda, yəni ki, biraz da ona fikirləş, bir ana kimi səndən xahiş edirəm. Demirəm, əmrinə demirəm, heç kimə əmr verə bilməz. İstəyir böyük, istəyir kiçik. Heç kim xahişlə bir-biri ilə rəftar eləyə bilərlər. Sənubər xanım uzun müddətdir bura gəlib gedir, artıq tam püxtələşibdir. Mən belə başa düşürəm. Və o nə demək Çox sağ ol. istədiyini çox gözəl başa düşür. Və istəyir ki, hər şeyi Mən bilirsiniz, sülhlə əmələ Eldar gəlsin. bəy, bilirsiniz, burada söhbət bilirsiniz nədən gedir? Sənubər xanım, deyək ki, məsələn, Pərvinə hələ qoyuram bir kənara da. Bu neçə gün ərzində bir dəfə də olsun Əkbərin nömrəsinə zəng eləmisiniz? Xeyr. Niyə? Məsələn, axşam bir zəng vurmusunuz ki, oğul, harda yatırsan? Heç mənim nömrəsini verib ki, mən Harda də zəng yeyirsən? Nə yedin bu gecə? Yəni bir ana nigarançılığı. Gəlin Pərvini qoyaq bir kənara. Qoyaq bir kənara. Pərvin birazdan qayıdacaq bu məsələyə. Yəni gecə harda yatdı? O gün burada çox gərgin bir an yaşandı və psixoloji gərginliyi olduğu deyildi. Hətta psixoterapevt tərəfindən dərmanlar verildiyi deyildi. Hansı ki, dünən biz onların hamısını təqdim elədik. Yəni bir ana kimi zəng etdinmi ki, oğul, nömrəni ver də mənə heç olmasa bala. Ki axşam bir evə gəlmirsən, yaxşı tək qalmaq istəyirsən. Heç olmasa bir mesaj yazın WhatsApp-da ki, bala, yatdın mı, kim var yanında, nə var yanında? Mən başa düşürəm, indi mən psixologumuz bayaq dedi ki, 36 yaşında adam hələ qərar vermir ki, ana onun yerinə qərar verir. Amma biz Azərbaycanlıyıq, bizim mentalitetimiz var, bizim ənənələrimiz var. Bugünün indisində belə mənim anam zəng vurur ki, nə yedin, nə içdin? Baxmayaq ki, arxayındır, ailəmi bilir, özümü bilir, ailəmin mənə olan münasibətini bilir. Bütün bunların ana qayğısıdır. Yəni söhbət qayğıdır. Amma bilə-bilə ki, sənin oğlun hələ bu qədər gərginlik içərisindədir. Sən bir dəfə onun nömrəsini ya bizdən, ya onun özündən niyə istəmədin? Bax, səni sevirəm dünyalar qədər. Amma qınadığım tərəflərin var. Mən qarışmıram. İstəyirsən, istəmirsən, gəlindir, gələcək, gəlməyəcək. Bunları qoyuram bir kənara. Səndən ana kimi görmədiyim şeyləri deyirəm.